Salam əzizləyicilər, bugün sizinlə çox asan, ləzzətli kurabiyelər hazırlamışam. Kakaolu kurabiyələrdir. Video keçməzdən əvvəl kanalıma abunə olmağı, videolarımı bəyənməyi və şərh yazmağı unutmayaq. Bu mənim üçün çox vacibdir. Gəlin birlikdə reseptə keçək. Mən istifadə etdiyim bütün məhsullar, ərzaqları otaq temperaturunda istifadə elədim. Yəni buna diqqət etsək yaxşı olar. 2 ədəd yumurta, üzərinə 1 stəkan, bir də yarım şəkər tozu əlavə elədim. Daha sonra üzərinə 1 paçka kabartma tozu və 1 paçka da vanil, şəkərli vanil əlavə elədim. Üzərinə 100 qram kərə yağı və stəkanla 2 barmaq aşağı bitki yağı, duru yağ əlavə elədim. Daha sonra üzərinə yarım stəkan ilıq süd və burada Gerkules yulaf əzməsini blenderdan keçirdim. Ondan sonra onu da əlavə elədim. Üzərinə 4 stəkan yarım un əlavə elədim və bunları yaxşıca qarışdırdım. Siz sadə də eləyə bilərsiniz, kakaolu da eləyə bilərsiniz. Mən kakaolu etdim və kakaolu həqiqətən də çox ləzzətli alınır. Sizə də kakaolu etməyi məsləhət görərəm. Evdə quru meyvələr varsa, qoz, fındıq və s. kimi yəni əlavələr də eləyə bilərsiniz. Mən sadə etməyi üstün tutdum. Gördüyünüz kimi qarışdırıram və daha sonra xəmir halına gətirəcəm. Yumuşaq, ələ yapışan xəmir alınır. Dediyim kimi çox bərk xəmir olmamalıdır, yoxsa kurabiyələriniz çox bərk alınacaq. Burada gördüyünüz kimi belə düzürəm. Daha sonra forma verirəm. Mən 2 forma hazırladım. Bir belə bu formada, yəni qəhvə çəkirdeği formasında, bir də yumruları şəkər pudrasına batırdım və elə bişirdim. Təqribən 180-200 dərəcə arasında 15 dəqiqəyə alt üst rejimdə bişir. Pişəndə bu formada görsənir. Daha sonra üzərinə pudra şəkəri əlavə elədim. Bu ikinci formadır. Yəni belə top şəklində eləyib bişirdim. Biz samovar çayını içdik. Burada samovar çayını sizə göstərirəm. Həqiqətən kənd həyatını heç bir şey əvəz eləyə bilməz. Çox gözəldir. İnsanı sakitləşdirir. İnsanın ruhunu qidalandırır. Burada pürəngi çay dəmləmişdik. Onları süzdük və nuş etdik. Siz də videonu bəyənin. İnşallah ki, yoxlasanız bizə rəylərdə bildirərsiniz hazırlanmanızı. Necə ki, hazırladınız və necə alındı, bəyəndinizmi? Gördüyünüz kimi çox yumuşaq, ovulan və ləzzətli kurabiyələr alındı. Göz haqqınızı halal eləyin. Növbəti videolarda inşallah ki, görüşərik yenə də. Özünüzə yaxşı baxın. Hələlik.